gözlediğim bir şey yok. İzləyicilərdən bir nəfər məndən əlaqə saxladı. Daş xaricə köçübdü və orada həyatını başqa formada istədiyi kimi qurubdu. Dostundan dostluq əlaqələrini kəsmir, unutmur. Mənə pul göndərir öz cibindən və ona telefon hədiyyə eləyəcəkdir. Sıxıntıları var, o qardaş da buna dəstək olsun deyə belə bir şey eləyib. Mən də bu gözəl dostluğu, münasibəti, xoş istiliyi, Azərbaycanın həqiqi üzünü ortaya qoymaq xatirinə video çəkib onun dediyini sevə-sevə eləyirəm. Azərbaycandan köçüb gedəsən, amma dostuna təmənnasız telefon hədiyyə eləyəsən, dostluğun nümunəsidir, həqiqətən. Allah gir də bura, yəni girdi. Üzülü say. Gözəl bayraq. Bu bir reklam deyil. İrşad 5 dəqiqə ərzində müştərini rahat şəkildə yola sala bilir. Dövlətə vergi ödəyən, iş yeri yaradan, səliqəli sahmanlı çalışan, hər şey doğru, satdığı məhsulun arxasında duran hamısı çoxalsın. Dövlətə vergi ödəyin. Alo, salam aleyküm. Aleyküm salam. Ne lazımdı size? Mən sizdən görüşməyim lazımdır, çünki sizə verməli olduğum bir şey var. Böyle bir şey diyeyim, ben kim nasıl gözlediğim bir şey yok. Qardaş ürəyi dolu adamdır. Ehtiyac duymur hər nədənsə, kimdənsə gözləntisi yoxdur. Elə sən buna görə layiqsən, sənə kimsə mükafat verir. Mükafatını da gətirirəm ha. Dostluq əla bir şeydir. Mən belə dostluqları hər zaman dəstəkləyirəm. Salam. Mən yazılacaqları bura qoyuram. Kişilər də bir-birlərini yaxşı, məni də çox sevir. Gərək onlara da aid bir şeylər yaradasınız. Elə, düzdür ancaq. Yəni qadınlar üçün yaranmamışıq ki, pulumuzu dostumuza da xərcləyə bilirik ha. Vallahi əla, sənət əsəri yaratdınız. Vallahi xanım möhtəşəm yaratdı da. Çox səliqəli, etik, super. Salam aleyküm. Ay aleyküm salam. Nətərsən, əhval nətər? Yaxşısan? Sağ ol. Sənin mənə telefonda bir cavab verdin. Mən heç kimdən heç bir gözləntim yoxdur da. Şəxsən o mənə çox ləzzət elədi. Bu telefondur qardaşım, pakovka, halal xoşun olsun. Aiddir, sənin dostundur. Mesafe sözü var ya o başta. İnanırsan ki bak burada adını yazmır, bir şey yazmır. Bəli. O insanı belki sırağa günlerde bir mən kövrətdim. Bir dənə mahnı yazdırdım dostluğumuza ait. Çünkü uzun bir müddet dostluğumuz olub onunla. Bəli. Zarafat dövrü 25 ilə yaxın dostluğumuz. Maşallah olsun. Maşallah günlər olsun. Qardaş çox sağ ol, minnətdaram əzizim sənə. Siz sağ olun, halal xoşun olsun, sənin özünə aiddir, sənin dostluğuna aiddir. Sən layiqsən, o da sənə bunu eləyib. Xoş sözlər eşit, xoş Çox sağ ol, günlərdə səni də minnətdaram. tanımağa şad oldum. Mən də Həqiqətən sağ ol. mənə də ləzzət elədi ki, belə bir dostluqlar var. Sağ ol. Allah dostluğunuzu möhkəm eləsin. Biz də ağacından ölürük. Adresi qoyaq Sibrizə, müştərimizi götürək gedək evə. Allah Sibrizdə qalmırım. Lan evə tərəf yaxındır.